Bəzi namaz qılanları qiyamətdə cəhənnəmə aparacaqlar. Allah bizlərdən uzaq eləsin. Çünki namazın arxasında xəbis mahiyyətini gizlətmişdi. Çirkin mahiyyətini gizlətmişdi. O qədər insanlar qiyamətdə adam öldürmədən qatil hökmündə olacaq. Qatillərlə bir yerdə olacaq. Çünki gücü çatsaydı eləyərdi. İlahi, axı bu eləməyib, gücü çatsaydı eləyərdi, eləmədiyi şeyə görə buna cəza verirsən. Onu bir hardan sübut eləyəcək Allah ki, bunun da gücü çatsa eləyərdi. Öldürüblər, narahat olmayıb, deyib mənim nəyimə lazımdır. Niyə deyir ki, zalimlarla eyni taleyi yaşayacaq? İçində narahat olmayıb, qəmgin olmayıb. Bunlar hamısı göstəricidir.